dəyərli abituriyentlər. Mən bugün sizləri 11-ci siniflər üzrə Turan Tədris Mərkəzinin təşkil etdiyi 3-cü buraxılış sınağımızın sualları ilə tanış edəcəm. Suallarımız DİM səviyyəsində hazırlanmış, öyrədici və maraqlı suallardır. İlk öncə dinləmənin suallarından başlayaq. Gəlin transkriptə baxaq. World Laughter Day takes place on the first Sunday of May of every year. Ümumdünya Gülüş Günü hər il mayın ilk bazar günü keçirilir. It was created in 1995 by Dr. Madan Kateria, the founder of the Worldwide Laughter Yoga Movement. 1995-ci ildə Ümumdünya Gülüş Yoga hərəkatının banisi Dr. Madan Kateria tərəfindən yaradılmışdır. Laughter is a powerful antidote to stress, pain and conflict. Gülüş, stres, ağrı və münaqişələrə qarşı güclü antidotdur. It is a part of human behavior regulated by the brain. Bu, insan davranışının beyin tərəfindən tənzimlənən bir hissəsidir. Laughing stimulates the right side of the brain. Gülmək, beynin sağ tərəfini stimullaşdırır. Nothing works faster to bring your mind and body back into balance than a good laugh. Heç bir şey ağlınızı və bədəninizi tarazlığa qaytarmaq üçün yaxşı bir gülüşdən daha sürətli işləyə bilməz. A good, hearty laugh relieves physical tensions and stress. Yaxşı və səmimi gülüş fiziki gərginliyi və stresi aradan qaldırır. It increases the amount of nutrition and oxygen that our brain receives and this alters our mood. Bu, beynimizin qəbul etdiyi qida və oksigen miqdarını artırır və əhvalımızı dəyişir. Laughter protects the heart. Gülüş ürəyi qoruyur. It makes you feel good. Bu, sizi yaxşı hiss etdirir. Humor helps you to keep a positive, optimistic outlook through difficult situations, disappointments and loss. Yumor çətin vəziyyətlər, məyusluqlar və itkilər zamanı müsbət, optimist dünya görüşünü saxlamağa kömək edir. Sometimes people laugh when they are not happy. Bəzən insanlar xoşbəxt olmayanda da gülürlər. When people are ashamed or embarrassed, sometimes they react by laughing. İnsanlar bəzən utandıqda da gülərək cavab verirlər. Our bodies cannot tell the difference between fake laughter and real laughter, so they still produce the same healthy chemicals. Bədənimiz saxta gülüşlə həqiqi gülüşü ayırt edə bilmədiyinə görə, eyni sağlam kimyəvi maddələr saxta gülsək də, real gülsək də istehsal edilir. Biz artıq dinləmənin mətni ilə tanış olduq. İndi isə suallarına baxacağıq. Birinci sualımızda the passage is mainly about mətn nə haqqındadır? Mətn nə haqqındadır sualının cavabı bütün mətnin ideyasını əhatə etməlidir. B variantından başlayaq. The founder of laughter yoga movement. Deməli, yoga hərəkatının banisi haqqında. Xeyr, yalnız bir bənddə, bir abzasda ondan söhbət gedirdi. The World Laughter Day, Ümumdünya Gülüş Günü haqqında. Xeyr, bu haqqda da deyildi. The difference between fake and real laughter. Deməli, saxta və həqiqi gülüş arasındakı fərqdən söhbət getmirdi. Yalnız bir hissədə vardı bunların hər üçü. E variantında isə laughter yoga movement. Deməli, ümumdünya gülüş hərəkatı. Xeyr, bu da deyildi. Gülüş hərəkatı, yoga gülüş hərəkatı haqqında da deyildi. Doğru cavabımız olacaq A variantı. A powerful antidote to stress. Stressə qarşı güclü antidot. İkinci sualda dinləmə haqqında doğru fikri seçməyimizi istəyir. World Laughter Day is celebrated in September. Biz gördük ki, sentyabr ayında qeyd edilmedi Ümumdünya Gülüş Günü. B variantında isə physical tension is increased by laugh. Biz gülərkən fiziki gərginliyimiz artmır. Bu da səhvdir. C variantında the brain regulates our behavior.
Bəli, bizim bu doğru cavabımız C variantı olacaq. Biz buna dinləməni mətn oxuyarkən rastlaşdıq. Üçüncü sualda isə bizdən səhv variantı seçməyimizi istəyir. A variantında laughing stimulates the left side of the brain. The left side demirdi, deyirdi the right side of the brain. Deməli, A variantı səhvdir. Elə bizə səhv cavab lazım olduğuna görə də A variantı bunun doğru cavabı olacaq. Dördüncü sual, açıq suallarda 4-dən 6-ya qədər deyir ki, write one adjective from the passage that describes situations. Situation sözünü təsvir edən sifət tapmağımızı tələb edir. Biz baxanda görürük ki, mətnin içinə də baxanda gördük ki, oxuyarkən difficult sifətidir. 5-ci sualda write the correct answer to the question according to the passage. Dinləməyə əsasən bu sualın doğru cavabını tapmalıyıq. What protects the heart? Baxaq. Biz bura baxanda görürük ki, laughter protects the heart. Bəli, burada deməli, ürəyi qoruyur nə? Gülüş. 6-cı sualda complete the sentence according to the passage. Deməli, dinləməyə əsasən cümləmizi tamamlamalıyıq. Gəlin baxaq dinləmənin mətninə. Biz bura baxanda görürük ki, altından xətt çəkmişəm. When people are ashamed or embarrassed, sometimes they react by laughing. Bax, bu cümləmiz deməli 6-cı sualın cavabı olacaq. Qrammatika sualları ilə tanış oluruq. Deməli, 7-ci sualımızda choose a correct pronoun, doğru əvəzliyi istəyir bizdən. Neither of the boys, oğlanlardan heç biri dedikdə he olacaq burada. Deməli, he. Z olan variantları çıxırıq. Deməli, his də gedir, you da gedir. The car of your uncle, sənin əminin maşını deyəndə də maşın da üçüncü şəxsin təki orta cins he, it olacaq. 8-ci sualda choose the words closest in meaning. Yaxın mənalı sözləri istəyir bizdən. Passionate, həyəcanlı, relevant, uyğun, significant, əhəmiyyətli, essential, vacib və sufficient isə kifayət qədər deməkdir. Deməli, tərcümələrə baxanda görürük ki, significant sözü ilə essential sözü bir-birinə mənaca yaxın sözlərdir. Doğru cavabımız C variantı olacaq. 9-cu sualda each, other, one, another qarşılıq əvəzliklərinə aid bir sualdır. Clara and I, iki nəfər arasında olan hər hansı bir vəziyyətdən söhbət gedəndə biz each, otherdən istifadə edirik və görürük ki, nöqtələrdən sonra isim yoxdur. Yərik halda olanları çıxırıq, one, another-ni çıxırıq. A və ümumiyyətlə olmaz. Doğru variant A variantı. 10-cu sualda my grandma told me a beautiful story. Deməli, passive voice, deməli, məchul növü istəyir bizdən burada. Baxırıq, cümləmiz, biz məchul növdə olan cümləni seçəndə birinci zamana diqqət yetirməyimiz lazımdır. Cümləmiz told, keçmiş sadə zamandadır və bizə was were olan variantları axtarmalıyıq. I am olan variantı çıxırıq, is olan variantı çıxırıq. C variantında to be yoxdur, onu çıxırıq. E variantında isə a beautiful story təkdədir, were cəmdədir, çıxırıq. Doğru variant D variantı. 11-ci sualda mübtəda ilə xəbərin uzlaşmasına aid bir sualdır. Baxırıq, these types of restaurants doesn't. Oflu ifadədə ofa qədər olan yerə baxırıq, cəmdədir. Does isə tək xəbərdir. A variantı səhvdir. The Azərbaycanlılar is more hospitable than other nations. Deməli, Azərbaycanlıların xəbəri milliyyət olaraq cəmdə olacaq. Deməli, C variantında watching films in the cinema is exciting. Watching films, deməli, filmə baxmaq tək olduğuna görə xəbəri də tək qəbul edəcək. C variantı doğru variantdır. 12-ci sualda deməli ki, əhəmiyyət bildirən sözlərə aid testimizdir. Some pieces of information.
Yenə də oflu ifadədir. Ofa qədər olan yerimiz cəmdədir. Qarşısına da sam işlənibdir. Doğrudur. Bir. A few information sayıla bilməyən isimdir. A few ilə işlənməz. 3-də several golden watches. Deməli, severaldan sonra gələn isimimiz cəmdə olmalıdır. Doğrudur. D variantında da much orange juice doğru variantdır. Daimi isimlə much işlənər. Only ilə də a little işlənər. Little işlənməz. Deməli, doğru variant 1, 3, 4 D variantıdır. Sonra 13-cü sualda modal feillərə aid bir testdir. Baxırıq. Deməli, as sugar and chocolate are harmful for children's health. Deməli, uşaqların sağlamlığına zərərlidir. Yəni şəkərlə şokolad. Deməli, onlar onu çox yeməməlidirlər. İnkar olan variant bizə lazımdır. Z ilə doesn't işlənməz 2 gedir. 2 inkar olanda shouldn't-la needn't-dır. 4 ilə 5 doğru cavab D variantı. 14-cü sualda əvəzliklə bağlı sualdır yenə. Burada baxırıq nöqtələrdən sonra isim yoxdur. Bizə törəmə lazımdır. Any gedir. Any'ni silirik. Cümləmiz inkar cümləsidir. Nothing-lə neither-ni də silirik. Nothing, neither olmaz. Deməli, everything-dən anything olacaq. 1 ilə 5 variantı. 15-ci sual sifətin dərəcələri ilə bağlı sualdır. Baku State University is one of gördüyümüz zaman bizə sifətin üstünlük dərəcəsi lazımdır. Müqayisə, ümumiyyətlə, L də alədə böyükdür. Ona görə onu çıxırıq birinci tərəfdən. O da burada müqayisə dərəcəsidir. Çıxırıq. Deməli, yenə də LDS-də olmaz. Deməli, 2 dənə variantımız qalır. İndi ikinci tərəfə baxırıq. My LDS-də. Ümumiyyətlə, L də alədə böyük olduğuna görə, deməli, bizim ikinci tərəfimizdə C variantı olacaq. L də olacaq və doğru cavab da C variantı olacaq. 16-cı sual. Make up a sentence. Cümlə qurmaq tələb olunur. Hand me your photos. Deməli, hand me your photos. 1, 2, 4, 3. 1, 2, 4, 3 A variantı. 17-ci sual artiklla bağlı sualdır. A friend of mine. Mənim dostlarımdan birisi is a Frenchman. Tək isimdir. Qarşısında yenə E olacaq. Böyük Britaniyanın isə qarşısında artikl işlənməyəcək. Doğru cavab C variantı. 18-ci sualda deməli definition testidir. Poverty yoxsulluq 1B. Deməli feature a part of somebody's face olacaq. A variantı significant deməli əhəmiyyətli important də vacib deməli 3-də də C olacaq. Deməli 1B, 2A, 3C. 1B, 2A, 3C deməli doğru variant A variantı. 19-cu sualımız sifətin dərəcələri ilə bağlıdır. Biz nöqtələrdən əvvəl yərik əvəzliyi görürük. Yərik əvəzliyi və yərik hal olduqda orada deməli artikl işlənməyəcək. Artikl işlənmədiyinə görə A variantı, B variantı, D variantı gedir. Qalır C variantı ilə E variantı. İkinci tərəfdə isə adi dərəcədə əz görürük və adi dərəcədə olan sifət lazımdır bizə. C variantı burada doğru cavabdır. 20-ci sualda modal feillərlə bağlı sualdır. Modal feil olan cümlələri seçdik. He told me that he had to olsaydı burada modal feil olardı. Bir səhvdir. İkinci sualda she has to olsaydı bizə burada modal feil olardı. Səhvdir. This work must be done. Bəli, must var. Bu doğru variantdır. I have to. Bəli, bu da doğru variantdır. Deməli, Fred has gotdur burada. Yəni modal feil deyil. Bu da yanlış variantdır. 3 ilə 4 D variantı. 21-ci sualda it was 5 p.m. It means that və burada cümləmizin birinci tərəfində burada uzlaşmaya fikir veririk. Keçmiş zamandırsa, keçmiş zamanda keçmiş zamanlardan birisi ilə uzlaşır. Doğru cavab C variantı.
22-ci sual deməli sifətlə bağlı, zərflə bağlı sualdır. Biz bilirik ki, fast və hard sifətinin deməli hər sifət və zərf forması eynidir. Deməli fast deyə ümumiyyətlə bir şey yoxdur. Hardly də mənası fərqlidir. 2 ilə 4 doğru variantdır. E variantı. Dəyərli abituriyentlər, 23-cü sualdan 30-cu suala qədər reading suallarıdır. İlk öncə onu qeyd edim ki, reading suallarını işləməzdən əvvəl mətni yaxşı oxumaq lazımdır. Gəlin mətni oxuyub tərcümə edək. Oxfam is a charity that helps people all over the world. Oxfam bütün dünyada insanlara kömək edən xeyriyyə təşkilatıdır. It started in Oxford in 1942 when a group of people decided to help victims of famine. Bu 1942-ci ildə Oksfordda bir qrup insanın aclıq qurbanlarına kömək etmək qərarına gəldikdə başladı. The group was called the Oxford Committee for Famine Relief, but the name soon became Oxfam. Deməli, qrup Oxford qıtlığa yardım komitəsi adlanırdı, lakin tezliklə ad Oxfam oldu. Today, Oxfam works in more than 70 countries around the world to make people's lives better. Bugün Oxfam insanların həyatını yaxşılaşdırmaq üçün dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir. Oxfam helps people who are poor, hungry, in trouble. Oxfam kasıb, ac və problem içində olan insanlara kömək edir. Oxfam sends helpers to different countries to work with local people and try to find solutions to poverty and other problems. Oxfam yerli əhali ilə işləmək, yoxsulluq və digər problemlərin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrə köməkçilər göndərir. Oxfam trains health workers, builds schools, gives food and shelter and makes sure that people have clean water to drink. Deməli, Oxfam tibb işçilərinə təlim verir, məktəblər tikir, yemək və sığınacaq verir və insanlara içmək üçün təmiz suyun olmasını təmin edir. Oxfam is also helps people in natural disasters like floods or hurricanes. Deməli, Oxford həmçinin sel və qasırğa kimi təbii fəlakətlərdə insanlara kömək edir. There are lots of fun ways to raise money for Oxfam, such as organizing a concert or a sporting event at your school and selling tickets. Məktəbinizdə konsert və ya idman tədbirləri təşkil edərək və bilet sataraq Oxfam üçün pul toplamaq üçün çoxlu əyləncəli yollar var. Perhaps you could make cakes and sweets and sell them to people so that Oxford could send a gift to a poor country. Deməli, siz tortlar və şirniyyatlar hazırlayıb insanlara sata bilərsiniz ki, Oxfam kasıb bir ölkəyə hədiyyə göndərə bilsin. Sometimes a new friend puts their money together to buy a gift like water to a whole village. Bəzən bir neçə dost pullarını bir yerə toplayırlar ki, deməli, böyük bir hədiyyə alsınlar su kimi, hansı ki, bütöv bir kəndə. 23-cü variantda 23-cü testimizdə mətn nə haqqında olduğunu soruşur. Biz bilirik ki, dinləmədə də dediyimiz kimi elə bir variant seçməliyik ki, mətn ideyasını əhatə etsin. Deməli, A variantında Hungry People in the World bu mətn ideyasını əhatə etmirdi. Mətnin hər hansı bir hissəsində rast gəldiyimiz cümlədir. Local People of Poor Countries bu da etmirdi. Natural Disasters, xeyr, doğru cavab ola bilməz. Solutions of Poverty, bu da doğru cavab ola bilməz. Doğru cavabımız E variantı olacaq. An organization helping the needy, ehtiyacı olan insanlara kömək edən bir təşkilat haqqındaydı. 24-cü sualda yanlış fikri seçməyimizi istəyir. A variantında Oxfam works in a lot of countries around the world. Dünyanın bütün çoxlu ölkəsində işləyirdi. Doğrudur. Oxfam tries to make people's lives better. İnsanların həyatının daha yaxşı olmasına çalışırdı. Doğrudur. Oxfam helps people who suffer from hunger too. Aclıqdan əziyyət çəkən insanlara da həmçinin kömək edirdi.
D variantında isə Oxfam Post a present to a wealthy country. D variantı bizim bu testimizin doğru cavabı olacaq. Çünki zəngin ölkələrə yox, kasıb ölkələrə hədiyyə göndərirdi. 25-ci sualda mətnə əsasən cümləni tamamlamaq lazımdır. Organizing a concert or a spent event at school and selling tickets. Deməli, məktəbinizdə konsert və ya idman təşkil edərək siz bilet sata bilərsiniz. Bilet satmaq are not allowed to get money. Pul toplaya bilməz. Bu icazə verilmir. A variantı səhvdir. Are not exotic method to get money. Not var. Burada da səhvdir. C variantına baxırıq. Are entertaining ways to collect money. Deməli, baxırıq C variantında gəlirik bura. Bax, lots of fun ways to raise money. Bax, burada C variantı olacaq. Əyləncəli yoldur pul toplamaq üçün. Deməli, D variantında not funny deyir. E variantında isə boring deyir. Deməli, bu testin, 25-ci testin doğru cavabı C variantıdır. 26-cı testdə what does Oxfam do sualına cavab tapmağımı istəyir. Oxfam nə edirdi? It helps people not to survive in natural. Not var burada. Sağ qalmalarından, təbii fəlakətlərdən sağ qalmasına kömək etmirdi, səhvdir. It gives not only shelter but also food to need people. Burada diqqətli olmaq lazımdır. Not only but also deyir. Nəinki sığınacaq, hətta deməli yeməklə də təmin edirdi. Bəli, doğru cavab B variantı olacaq. 27-ci sualdan 30-cu suala qədər açıq suallardır. Write the answer to the question by changing at least 2 words according to the passage. Aşağıdakı suala ən az 2 sözü dəyişməklə cavab verməliyik. Why does Oxfam dispatch assistance to various territories? Nə üçün deyir? Oxfam köməkçilərini müxtəlif ölkələrə göndərirdi. Gəlin mətn içərisindən həmin cavabı tapaq. Həmin cümləni tapaq. Deməli, Oxfam sends helpers to different countries to work with local people and try to find solution to poverty and other problems. Biz burada local people sözünü native people-la dəyişə bilərik və problem sözünü də issue ilə dəyişə bilərik, difficulty ilə dəyişə bilərik. Yəni, bu formada 27-ci sualı işləyirik. 28-ci suala keçək. 28-ci suala. Baxırıq, 28-ci sualda definition'dır. Birinci paragrafdan definition tapmalıyıq. To choose something especially after thinking carefully about several possibilities. Deməli, nə isə seçmək, xüsusilə diqqətlə düşündükdən sonra. Gəlirik birinci paragrafa baxırıq, görək. Bizim burada sözümüz to decide. Bax, to decide bizim 28-ci sualımızın cavabı olacaq. Baxırıq 29-cu suala. 29-cu sualda artificial sözüdür, süni deməkdir. Deməli, onun da antonimini istəyir bizdən. Onun da antonimi natural, təbii ola bilər. Natural sözü ola bilər. 30-cu sual isə essedir. Ən azı 3 cümlədən ibarət esse yazmaq lazımdır.